niyə belədir? Bura xarabaxanadır ona görə. Vətəndaşlarımız zibilini yerə atırlar. Siz niyə məişət tulantısını yerə qoydunuz? Bax göstər görüm yer var. Zibil qabları dolub daşır, ətraf demək olar ki, hər yer zibildir, yolun sağı da zibildir, sol da zibildir. Bəli, bura paytaxtın Sabunçu rayonu Gülçülük Ramana adlanan yaşayış massividir. Ərazidəki vəziyyət isə göz qabağındadır. Həm zibil qutularda oldu, həm də ətrafda var. İndi yaxşıdır. Bura var ha. Bura gedir düz ora kimi çıxır. Boşluqlar tökürlər hamısı zibilləri. Demək, gəlib aparmırlar. Həftədə bir dəfə gələndə sevinirsən ki, gəlirlər. Gəlmirlər, bu adəti qurumun o maşınları var, iri avtomobillər. Xəbərim yoxdur. Görməmsən deyəsən. Yox. Buradakı hazırda bir üfunət var da. Bu hər zaman burada var. Hər zaman. Ha vaxt getsəm burada qoxu var. Biabırçılıq da yəni belə olmaz da. Bütün evimizin içinə girir. İndi bunun yayı var. Burada bir pisim var. Bəli, bəli. Üstəlik oranın da iyisi var. Üstəlik bu zibil qutularda tez-tez də olur. Yəni burada qalmağı pisdir. Heç belə olmamışdı. Gətirib vətəndaşlarımız zibilini yerə atırlar. Hətta belə maşından turlayırlar, elə çıxıb gedirlər. Digər tərəf çək bax, vətəndaş gəldi, zibili qoyur ora, yerə gedir. Siz niyə məişət tulantısını yerə qoydunuz? Yerə qoymadım, başı yer yox deyə, doludur. Vaxtı-vaxtına boşalmır, hə? Arada bir də belə, həftədə bir iki dəfə gəldi. Zibili, məişət tulantısını yerə qoyma məcbursunuz da, hə? Hə, məcbur. Orada yer varmı mən onu haraya qoyum? Bir vətəndaş, sizin kimi vətəndaşlar qınayır ki, zibili məişət tulantısını yerə qoyur. Amma siz də deyirsiniz ki, mən məcburam. Bax göstər görüm yer varmı? Mən də görəm yoxdur. Prosta mən digər vətəndaşlara görə deyirəm. Elə başa düşür, nə deyim? Zibilin daşınmasına bələdiyyə baxmıraq, mənzil kommunal təsərrüfat idarəsi bax. Kənd ərazisində zibil qablar dolub daşır, idarə də ki, vaxtı-vaxtına görünür daşımır. Heç olmasa bir bələdiyyə olaraq bir... İndi ola bilər texnikalar xarab olur da, həmişə daşınır axı. İndi bir dəfə ola bilər yubanıblar. Yox, sakinlər deyir, o bir dəfə deyil də, hər zaman belədir. Deyirlər burada bir həftədən bir daşınır, 10 gündən bir daşınır, belə vəziyyətdir. İndi məlumat verəm, indi hər gün daşıyarlar da. İndi deyərəm olar, rəhbərliyə deyərəm, deyər olar. Mən belə başa düşdüm ki, sizin məlumatınız yox idi ki, sizin kənddə zibillər daşınmır. Yox, məlumatım var, niyə məlumatım yoxdur? Belə qəribə məlumatsız danışdınız, ona görə deyirəm. Yox, adətən elə o şeylə, zibilin daşınmasına mənzil kommunal təsərrüfat idarəsi baxır. Bildim, başa düşdüm. Ən azı bir bələdiyyə olaraq bir nəzarət eləmək, məlumat vermək, vaxtı-vaxtına ki, bu mənim kəndimdə, qəsəbəmdə niyə zibil daşınmır? Ay idarə, ay qurum rəsmisi. Belə bir məlumat verə bilərsiniz də. Yaxşı, bundan sonra verək də. Yaxşı ki, biz çəkdik, yəni ki, siz bizdən sonraki məlumat verərsiniz, yaxşımı? Allah köməyiniz olsun.